Kanalımı izleyen hər kəsə salam. Bugün sizlərlə plovların şahı olan şah plov hazırlayacağım. Siz də xoş günlərinizdə belə plov hazırlamaq istəyirsinizsə, videonu sona dək izləyin. Gəlin hazırlanma qaydası ilə tanış olaq. İlk öncə ətlərimizi kub şəklində doğrayırıq. Daha sonra doğradığımız əti bir qazana tökürük. Üzərinə su əlavə edirəm. Pişməyə qoyuruq. O pişməyə davam etsin. İndi biz soğanlarımızı soyaq. Soğanlarımızı soyduq. İndi isə nazik doğrayaq. Soğanları nə qədər nazik doğrasanız, o qədər yaxşıdır. Doğradığım soğanların üzərinə duz töküb, lam odda bişməyə qoyuram. Tavanın qapağını örtüb saxlayıram. Belə olduqda soğanlar ölür. Daha sonra təkrar qapağını açıb qarışdırırıq ki, soğanlar yanmasın. Soğanlar öldükdən sonra isə tereyağı töküb yenidən qavururuq. Soğanımız qovrulmağa davam etsin. İndi isə biz şabaldını hazırlayaq. Qazanın içərisinə su tökürəm. Qaynadıqda duz əlavə edirəm. Daha sonra isə şabalıqlarımızı əlavə edirəm. Şabalıqları öncədən yuyub qırıqlarını kəsmişəm. Belə olduqda şabalıqlar daha tez çıxır. 5-10 dəqiqə qaynadıqdan sonra şabalıqları sudan çıxardacağım. Artıq şabalıqları süzmüşəm. Qaynar-qaynar qabıqdan çıxartmaq lazımdır. Soğuduqda qabıqdan çıxartmaq olmur. Artıq ətimiz də hazırdır. Ətdə biraz su saxlamaq lazımdır ki, soğanın üzərinə sonradan əlavə edək. Soğanımızı yaxşıca qovururuq. Daha sonra isə ətimizi əlavə edib qovururuq. Daha sonra şabalıqları əlavə edib qovururuq. Ard-arda kişmişimizi, qaysımızı, sarı cəvəli qurusunu da əlavə edib qovururuq. Düyümüzü bir qaşıq əlavə edib yaxşıca yuyuruq. Qaynanmış suya duz əlavə edirəm.
Daha sonra isə düyüləri əlavə edirəm. Düyülər yumşaldıqda düyünü süzülür. Artıq düyümüzü süzmüşəm. İndi isə üzərinə sarı kök, keşniş toxumu və hil əlavə edirəm. İndi başlayaq plovun yığılmasına. Lavaşlarımızı yaxşıca yağlayıb qazana bir-bir düzürəm. Yağlanmış lavaşlar bir-bir qazana düzülür. Daha sonra isə düyünü əlavə edirəm. Düyünü əlavə etdikdən sonra ortasını oyuq kimi açıram ki, qarasını rahat tökə bilim. Qaranı tökdükdən sonra yenidən üzərinə düyünü əlavə edirəm. İndi isə lavaşlar bir-bir bükülür. Üzərinə yağ çəkib qoyuram sobaya. 230 dərəcədə təxminən 2 saata bişir. Artıq budur. Hazırdır. Qazanın üzünü tərs çevirib çıxardırıq. Bəh, çox gözəl qızarıb. Əsl məclis süfrələrinə yaraşacaq bir plov hazırladım. Əgər siz də hazırlanmasını, görünüşünü bəyəndinizsə, kanalıma abunə olaraq mənə dəstək olun. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşənədək.